Hər vaxtınız xeyir, əziz izləyicilər. Bugün sizə çox mühüm bir mövzu barəsində söhbət eləmək istəyirəm. Bu çox aktualdır və indiki dövrdə hər kəsi maraqlandıran bir mövzudur. İndi insanlar özlərində gün ərzində, günün müxtəlif vaxtlarında çox qəribə əlamətlər hiss edirlər. Çox qəribə xəstəlik simptomlarına bənzər simptomlar hiss edirlər. Eyni zamanda bu xarici simptomlarla, əlamətlərlə yanaşı daha çox insanlar öz daxillərində sanki bir şeylərin dəyişdiyini fərqindədirlər. Bu dəyişilmələr insanlara aydın olmur. Onlar bunun səbəblərini, onlar bunun mahiyyətini anlamaqda çətinlik çəkirlər. Yəni, sanki insanın içərisində elə bir qəfil hissiyatlar gəlir ki, bu sanki dünya dağılır, nəsə qəribə hadisələr baş verir, ətrafda olanlar ona dəyişilmiş görünür, insanların münasibətlərində fərqlilik hiss eləməyə başlayır, gündəlik həyatında, gündəlik əhval-ruhiyyəsində, emosiyalarında bir fərqlilik yaranır və bunu insanlar böyük əksəriyyəti başa düşmür və bu gedən dəyişikliklərin köklü səbəblərinin nə olduğunu anlamaqda çətinlik çəkirlər və bir çoxları bunu müxtəlif xəstəliklərin əlamətləri kimi qeyd edirlər və tez-tez bizə müraciət edirlər və o müraciətlər sırasına bunlar daxildir. Sanki mədəm, ürəyim, nəfəsim elə bil mənim deyil. Mədəmdən qalxan bir qəribə hissiyat yuxarı gəlir, boğazıma doğru yüksəlir, içimdə bir yanğı hissi yaranır, ürəkbulanma ilə müşahidə olunur, məndə tənginəfəslik yaradır, ürəyimdə bir sıxıntı yaradır. Elə bilirəm, bu saat həyat bitəcək, elə bilirəm, dünyanın sonu çatıbdır. Və yaxud bədənin fərqli nöqtələrində, ya oynaqlarda, ya dərinin müxtəlif yerlərində, əldə, ayaqlarda bəzən çox kəskin ağrılar, bəzən çox qəribə xarakterli ağrılar əmələ gəlir ki, bu ağrıları da köklü səbəblərini yenə tapa bilmirlər, izah edə bilmirlər. İştahda fərqli hallar əmələ gəlir. Bəziləri nə qədər yesələr belə doyma hissinin olmadığını, başqa birisi isə ümumiyyətlə qidaya, heç bir qidaya bir xüsusi marağın olmadığını göstərirlər. Ağır, çətin həzm olunan qidalardan sonra insanlar çox vaxt gün ərzində narahat olurlar, hətta gecə yuxularını çox vaxt qarışdırırlar, yuxudan qan tər içində oyanırlar, qəribə, dəhşətli, qorxulu yuxular görə bilirlər və bunun da səbəbi yenə insanlara aydın olmur. Eyni zamanda insanlar öz ətrafındakı yaxın insanlarla münasibətlərdə bir fərqlilik hiss eləməyə başlayırlar. Sanki uzun illərin münasibətdə olduğu adamları, yəni dostları, yaxınları, tanışları, onlar sanki bir-bir çəkilib gedirlər, uzaqlaşırlar və yaxud onlarla bir yerdə olanda bu insan özünü fərqli hiss eləyir. Onlarla əvvəllər daim bir məclisdə oturub söhbət etdikləri, ünsiyyətdə olduqları, yeyib içdikləri adamlarla indi bir yerdə olmaq onlara böyük bir sıxıntı gətirir. Ona bir daxili narahatçılıq yaradır və o burada oturmaq istəmir və buradan durub getmək istəyir. Belə hallar tez-tez olur. Belə fərqli vəziyyətlər insanda hər gün baş verir və insan ətrafındakı insanlarla ünsiyyət qurmağa bir çox hallarda çətinlik çəkir. Çoxdanın tanışları, yaxınları sanki uzaqlaşıb gedir, amma bugünə qədər heç görmədiyi insanlarla ünsiyyət bunda qəribə bir rahatlıq yaradır, qəribə bir qəlbdə bir rahatlıq hissi, duyğular, bir özünə güvən, inam və bir səmimi münasibətlər yaratmağa başlayır. Və insanlar bunun da səbəbini, kökünü axtarıb tapmağa çalışırlar.
amma axtarıb tapa bilmirlər və bir çoxları dediyim kimi bunu xəstəliklə bağlayırlar, amma bunlar heç bir xəstəlik əlamətləri deyil. Bunlar sözün həqiqi mənasında insanda gedən ruhsal dəyişikliklər, yəni ruhun oyanması prosesidir. Ruhun oyanması, yəni nə deməkdir? Bunu mən bir sadə dildə izah edeyim, bu aydın olsun. Bizim ruhumuz bədənimizdə o vaxta qədər yatmış hesab olunur ki, bizim şuurumuzla, düşüncəmizlə içimizdəki arzular çox vaxt fərqli olur. İçimizdə bir duyğu, hiss olur, amma ağlımız, beynimiz deyir ki, yox, bundan əl çək, bu zərərli bir şeydir, bunu eləmək olmaz, bundan uzaq ol və sanki düşüncəmizlə ruhumuz, qəlbimiz bir fərqli bir insanlara məxsus bir varlıq kimi çıxış edir. Düşündüyümüzlə qəlbimizdəki bir-birinə uyğun gəlmir. Eyni zamanda bədənimizdəki, orqanizmimizdəki hissiyatla ağlımızda, düşüncəmizdəki olan hisslər, duyğular və qəlbimizdəki istəklər yenə də bir-birindən uyğun gəlmir. Bax, bu insanın indiyə qədər, yüzillər ərzində keçdiyi hallardır və bu insanın qəflət yuxusu deyirlər. Bunu hər kəs bu kəlməni eşidib, insanın qəflət yuxusunda olmasıdır. Ona görə qəflət deyirlər ki, insan bu yuxudan sanki oyananda bu gözü açıq yuxuda olmaq deməkdir. İnsan bu yuxudan, qəflət yuxusundan oyananda birdən elə bil ki, hər şey bunun üçün dəyişməyə başlayır. Qəflətən olur yəni. Qəflətdən sözüdür, qəflətdən gələn ifadədir, kəlmədir. Yəni, insan bir anda elə bil ki, fərqli bir dərk etmə içində olur. İndiyə qədər onu düşündürən, onun fikrinə, beyninə hakim olan düşüncə birdən-birə sanki dəyişir. Bu dəyişmələr nədə özünü göstərir? Tutaq ki, müxtəlif proseslərə münasibətdə, bu istər dinə qarşı münasibətdə, dini ehkamlara qarşı münasibətdə, ayrı-ayrı sistemlərin, tutaq ki, təhsil sistemidir, mədəniyyət sistemidir, tibbidir, maliyyə sistemidir, hakimiyyət sistemidir və çoxlu sistemlərə qarşı insanın fikri, düşüncəsi dəyişməyə başlayır. O, bu sistemlərin düzgün olmadığının fərqində olur. Misal üçün, təhsil sistemindən bu dəqiqə razı qalan bir adam tapmaq olduqca çətin bir məsələdir. Çünki təhsil sistemi tamamilə absurd, cəfəngiyat postulatlar üzərində qurulub. Yəni, insanlara onların lazım olduğu bilgilər verilmir. Əksinə, insanlara heç bir dəxli olmayan, onların həyatında və gələcəyində heç bir rol oynamayacaq fərqli müxtəlif bilikləri zorla uşaq yaşından onlara əzbərlətməyə, öyrətməyə, beynini bu bilgilərlə yükləməyə çalışırlar. Və bu da uşaqlarda stres yaradır, gərginlik yaradır, narahatçılıq yaradır. Deməli, təhsil sistemi artıq böhran vəziyyətinə gəlib çatır. Eynilə tibbi sistemi də bunun kimidir. Tibbi sistemində insanlar görürlər, dərk eləməyə başlayırlar. Onlar həkimlərin yanına gedirlər. Həkimlər elə absurd, elə abstrakt, belə mənasız, məntiqsiz yanaşım tərzi ilə bu xəstələrə yanaşırlar ki, xəstələr bunu anlamaqda çətinlik çəkirlər. Tutaq ki, hər hansı bir-iki kiçik əlamətlərlə, simptomlarla və yaxud da narahatçılıqla gələn xəstəyə bəzən check-up müayinələr, heç bir əhəmiyyət kəsb eləməyən bütövlükdə check-up müayinələr aparmağa başlayırlar. Onun bütün analizlərini, istər qan, sidik, biokimyəvi analizlər, başqa xüsusi analizlər var, mürəkkəb analizlər, onları elətdirməyə başlayırlar. Və xəstə burada anlaşılmazlıq içərisində qalır. Hətta MRT-dir, hətta bu rentgendir, hətta bu kompüter rezonans tomoqrafiyasıdır və ilaxır və s. müayinələrdən keçirdirlər.
və yekunda xəstənin indiki halının nə ilə əlaqədar olduğunu təyin eləyə bilmirlər. Bunlar xəstənin psixologiyasına, daxili aləminə, həyatına, həyat demək anamnezinə, onun böyüdüyü mühitə, ətrafında olan demək şəraitə diqqət yetirməkdənsə, onun böyüyüb bu hala gəldiyi vaxta qədər hansı etaplarda nələrdən keçdiyini, hansı travmalar aldığını, hansı həyat təcrübələrindən keçdiyini öyrənməkdənsə, mənası olmayan müxtəlif texniki müayinə vasitələrindən istifadə edirlər. Və bu müayinələrin nəticəsində də bəzən çox yanlış diaqnozlar qoyulur və yaxud bəzən heç səbəbi bəlli olmayan bir nəticəyə gəlib çıxırlar. Hansısa bir simptomlar var, o simptomları nəzərə alaraq bunlara 10, 12, bəzən 15-ə qədər müxtəlif dərman preparatları yazırlar və deyirlər ki, hətta bir çox hallarda belə çox mən pasiyentlərdən eşitmişəm, çox qəribə bir ifadələr işlədir. Al bunları apar, yoxla, baxaq görək nə çıxır. Əgər bunlar sənə kömək eləməsə, onda gətirirsən başqa dərmanlar yazılır. Baxın, belə həkimlik sistemi, belə tibbi sistemi olarmı? Belə yanaşma olarmı? Deməli, bu nəyi göstərir? Bu onu göstərir ki, təbabət, tibb özü də dərin böhran içərisindədir. Eyni zamanda idarə etmə strukturları olsun, hakimiyyət strukturları olsun, ayrı-ayrı nazirliklərdə, ayrı-ayrı hakimiyyət orqanlarında baş verən saysız hesabsız qanunsuzluqlar, saysız hesabsız rüşvətxorluqlar, saysız hesabsız əngəllər, maniyələr. Bunlar da idarə etmə strukturlarının, hakimiyyət strukturlarının böhran halına gəlib çatmasını göstərir. Eyni zamanda maliyyə sistemindəki böhranlardan hər kəsin xəbəri var. Bank kartları ilə gedən oyunlar, insanların pullarının, vəsaitlərinin oğurlanması açıq-aşkar göstərir ki, maliyyə sistemində də dərin böhran var. Deməli, həyatımızın çox müxtəlif sahələrində, çox müxtəlif demək, aspektdən böhranların olduğu aşkardır. Və bu böhranları biz o zaman görməyə başlayırıq ki, artıq bizim öz içərimizdə bir ruhsal oyanış baş verir. Biz artıq bunların fərqində oluruq, dərk edirik. Bu böhranları, yanlışlıqları, bu anormallıqları görürük, anlayırıq. Və bu görmə, anlama bizə imkan verir ki, biz dərk edək ki, bu gedən proseslər məhz insanın ruhsal oyanışı vasitəsilə ətrafda gedən prosesləri dərk eləməyinin, anlamasının bir nəticəsidir. Və biz özümüzdə məhz bu ətrafda gördüklərimiz insanlara ciddi təsir edir və onlar bundan çıxış yolu axtarırlar. Bu çıxış yolları nədədir? Bu böhranların aradan qalxmasına, yəni bu keçid dövrü deyilən bir dövr ki, indi o həmin dövrün lap tən ortasındayıq. Yəni, yer planeti özünün inkişafında gəlib elə bir mərhələyə çatıb ki, artıq burada aşağı tezlikli vibrasiyalarda yaşamaq mümkün olmayacaq. Və vibrasiya tezliyi sürətlə yüksəldiyinə görə yer planetində, atmosferdə, ətrafımızda biz də öz xromosomlarımızda, genlərimizdə o qoyulan kodlara görə, şifrələrə görə yeni mühitə uyğunlaşmaq üçün yeni bir transformasiya prosesindən keçməkdəyik. Bu labüddür və bu qarşısı alınmayacaq bir prosesdir. Bu bəzilərində çox ağır depressiya, müxtəlif xronik xəstəliklər, ağır keçən xəstəliklər yaratmasına baxmayaraq, insanlar buna düzgün yanaşdıqda, dərk etmə pozisiyasında olduğu andan başlayaraq, fərqindəlik anından başlayaraq, anda yaşamağı bacardığı andan başlayaraq, onun həyatında böyük fərqliliklər, böyük dəyişikliklər və böyük rahatlıqlar yaranır. Və bu prosesin, bu transformasiya prosesinin yüngülləşməsi üçün nələr eləmək lazımdır?
Bunlardan bir çoxunu mən bir neçəsini sadalayım, amma bu uzun bir prosesdir. Bunu qısa şeydə çatdırmaq mümkün deyil. Bunlar demək qida rejiminə xüsusi diqqət yetirmək, yəni qaba yeməklərdən, kobud, yağlı, çətin həzm olunan yeməklərdən imtina edib sadə, tez, asan həzm olunan demək bitki mənşəli qidalara keçmək. İkincisi yuxu rejiminə diqqət yetirmək, yəni yuxu, istirahət rejimini düzgün qurmaq və kifayət qədər yuxudan istifadə etmək. Üçüncüsü açıq havada, təmiz havada, təbiətlə mümkün qədər çox ünsiyyətdə olmaq, hava ilə, su ilə, torpaqla təmasda olmaq, onların birbaşa bizə, vücudumuza, bədənimizə olan təsirini hiss etməyə çalışmaq, ətrafımızdakı toksik adamlardan maksimum dərəcədə ünsiyyətdə olmaqdan qaçınmaq. Bu toksik adamlar mütləq toksik, ona görə deyilir o adamlara ki, onların energetikası çox ağırdır, çox yüklənib, çox negativlərlə yükləndiyinə görə o adamlarla ünsiyyətdə olandan sonra insan özündə bir ağırlıq, bir çöküş, bir narahatçılıq, bir sanki bir xəstələnmə halına bənzər bir hal hiss edir. Bu insanlardan mümkün qədər uzaq durmaq, daha çox gəzintilərə çıxmaq, səfərlər etmək, səyahətlərdə olmaq, ezoterik biliklər təmsil eləyən, ezoterik bilikləri bir araya gətirən qruplarla ünsiyyətdə olmaq, yer gəlmişkən 12 iris yaşam yolu mərkəzi məhz belə Azərbaycanda nadir, bugün üçün yeganə, həm Azərbaycanda yox, həm də yaxın şərqdə olan yeganə bir mərkəzdir ki, bu bilikləri, bu söylədiyim problemləri birbaşa həm öyrənir, həm onların aradan qaldırılması üçün vətəndaşlarımıza böyük yardımlar göstərir, onların həyat yolunda düzgün öz istiqamətini seçməsinə birbaşa yardımcı olur. Məhz belə bir qruplarla təmasda olmaq, ünsiyyətdə olmaq, onlarla bərabər müxtəlif tədbirlərdə iştirak eləmək sizin o gedə biləcəyiniz yolu sizə xeyli asanlaşmağa kömək edəcək. 12 iris yaşam yolu mərkəzinin ayrıca demək bizim burada Instagram səhifəsi də var. Həmin Instagram səhifəsinə daxil olaraq necə ünsiyyət qurmaq, necə o qrupa qoşulmaq və yaxud da onlarla müxtəlif vasitələrlə onlarla ünsiyyətdə olub, onlardan məsləhətlər almaq barədə mən sizə bir ipuçları verdim. İndi isə demək bu söhbətimin sonunda 2 dəqiqəlik bir meditasiyamızla bu söhbəti yekunlaşdırmaq istəyirəm. Hər kəs bu verilişə baxırsa, o 2, 3, bəlkə 5 dəqiqə qədər çəkə bilər bu meditasiya. O meditasiyadan istifadə eləməklə həmin o dediyim halların da bir xeyli yüngülləşməsinə özünə şərait yarada bilər. İndi gözlərimizi yumuruq və dərindən nəfəs alırıq. Təkrar dərindən nəfəs alıb veririk. Və bir də indi tam rahat hiss edirik özümüzü və başımızın üzərindən uzaq kosmosdan gələn işıq sütununu gözlərimiz önündə canlandırırıq. Bu işıq sütununun rəngi qızılı, sarı rəngdə, çəhrayı rəngdə və ağ gümüş rəngdədir. Və bu üç rəngin qarışığı ilə gələn enerji sütunu təpəmizin ortasından bütün bədənimizə daxil olur. Və bütün bədənimizdə bir rahatlıq, dinçlik, istirahət yaradır və bütün hüceyrələrimiz bu enerji ilə zənginləşir. Bu enerji seli, enerji axını gəlir ürək nahiyəsində, ürək çakrası səviyyəsində kiçicik bir enerji şarı əmələ gətirir və bu enerji kürəsi getdikcə böyüyür
o derecede böyüyür ki, artıq o bizim özümüzün, bədənimizin hüdudlarından kənara çıxır və 1 metr, hər tərəfə 1 metr radiusda bizi əhatə edən bir kürəyə çevrilir. Və bu bizim qoruyucu enerji sferamız olur. Eyni zamanda yerin dərinliyindən axıb gələn başqa bir enerji sütunu onurğamızın qurtaracağından, ayaqlarımızın altından bütün bədənimizdə daxil olur, yuxarı qalxır, gəlir, çakraları keçərək ürək çakrasına qədər böyüyür və o da eyni bir kürəni, sferanı yaradaraq kosmosdan gələn enerji sferasının altında ona söykənən daha başqa bir enerji kürəsi sferası yaradır. Bu iki enerji kürəsi bizi kənar negativ enerjilərdən qorumağa birbaşa yardım edir və bizim hər zaman balanslı bir halda olmamıza kömək edir. İndi isə dərindən nəfəs alırıq və bizə gələn enerjilərə təşəkkür ürəyimizdə bildirməklə dərindən nəfəs alıb verərək gözlərimizi açırıq. Qoşulan, iştirak edən hər kəsə təşəkkür edirəm. Belə bilgilərimiz və belə verilişlərimiz bundan sonra efirə tez-tez çıxacaq və sizi də bu verilişlərə, bu cür videolar, daha doğrusu hətta canlı yayımlar belə olacaq, o canlı yayımlara qoşulmağa və bu proseslərdən faydalanmağa dəvət edirəm. Sağ olun, hər birinizə dərin təşəkkürümü bildirirəm.